Deməli 12-cidə fx bərabərdir 5 bölünsün 3x plus 3-ün kubu. Bax, gəlin bunu belə eləyək də. Necə baxaq buna uşaqlar? Buna. Elə bir bunu x üstü n halına gətirək. Bu 5 əmsaldır. 5 ilə işimiz olmasın. 2x plus 3-ün üstü mənfi 3. X üstü n'in integralı nədir? İptari funksiyası. X üstü n'in integralı. X üstü n plus 1 bölünsün. Bu da n plus 1 oldu. Bunu bu şəkildə nə edirdik? Dedik yazırıq. Elə bil onda burada bunun integralını necə eləyəcək uşaqlar? Elə bil ki, olacaq 2x plus 3-ün üstü. Mənfi 3 üstə gəl 1 bölünsün. Məxrəcə də mənfi 3 üstə gəl 1. Bu 5 təmsalda ona dəymir. Anladınız necə oldu? Elə bil oldu burada 5 üstü 5 vurulsun. 2x üstə gəl 3-ün üstü mənfi 2 bölünsün. Mənfi 2. Bu da düşür gəlir aşağı. Bu aşağı gəlir düşür. Gəlib aşağı düşəndə olur nə? Qarşıda mənfi 5 bölü 2. Məxrəcdə də olur nə? 2x üstə gəl 3-ün. Üstü müsbət 2. Oldu? Yadınızda qaldı. 2x olur, yani 4 olur. 4 olur. Yani bu çölde 2. Artı 2. Aa, bir də bölünsün bu k var ya. K-nı yazmamışam. Bölünsün k. Bəli. O üzr istəyirəm uşaqlar. K-nı yazmağı unutmuşam. Bir də kx plus b böl k olur axı. Başa düşdün Osman? Bu k-nı yazmamışam saçma aşağı. X-in k üçün aşağı yazmalıyım. Məxrəcdə 4 olmalıdır bir də. Çox üzrlü sayın uşaqlar. Yine bilen vurmuşam.